Salam, bugün çox dadlı, pizza dadında fərqli bir kökə resepti bölüşəcəm. Öncə bir ədəd yer kökünü gördüyünüz şəkildə nazik doğrayıram. Sonra isə çox xırda doğrayırıq. Doğradıktan sonra qaba əlavə edirəm. Sonra isə bir dəstə göy soğanı gördüyünüz şəkildə xırda doğrayırıq. Soğanı da yer kökünün üzərinə əlavə edirəm. Sonra isə 150 qram kalbasanı nazik dilimlərə kəsirik. İstəsəniz sosiska da işlədə bilərsiniz. Sonra isə gördüyünüz şəkildə yenə də xırda doğrayırıq. Kalbasanı da göyün kökün üzərinə əlavə edib, daha sonra üzərinə 4 stəkan un əlavə edirəm. Zövqə görə duz, ilinmiş suyun üzərinə 1 çay qaşığı təpələmə maya əlavə edib, mayanı suda həll edirəm. Sonra unla tərəvəzləri yaxşıca qarışdırırıq. Su ilə mayanı üzərinə əlavə edirik. Yenə də yarım stəkan ilinmiş su əlavə edib xəmiri yoğururuq. Xəmiri yoğurduqdan sonra üzərini örtüb xəmiri qoyuruq 1 saat gəlsin. Artıq xəmir gəlibdir. Xəmiri taxtanın üzərinə unlayıb taxtanın üzərinə alıram. Bir balaca əlimlə düzləşdirirəm xəmiri. Sonra isə 7 ədəd, 8 ədəd kündələrə bölürük. Daha sonra soba qabının üzərinə yağlı kağız səririk. Hazır kündəni yağlı kağızın üzərinə qoyub əlimizlə biraz böyüdürük. Kağızınızın yağlılığı az olsa öncədən biraz duru yağla yağlayın. Sonra bişərkən yapışmasın. Bu şəkildə böyütdükdən sonra öncədən isidilmiş 180 dərəcəlik sobada 25-30 dəqiqə bişiririk. Kökələr bişdikdən sonra isti üzərinə kərə yağı yaxırıq. Çox ləzzətli, dadlı, ətirli kökə alındı. Bəyəndiysəniz siz də hazırlayın. Bəyən düyməsini basaraq kanalıma dəstək olmağı unutmayın. Sağ olun.